Salam, hər vaxtınız xeyir. VUF 13 tədbirinin artıq 3-cü günüdür və bugün də tədbir iştirakçıları səhər saatlarından etibarən Bakı Olimpiya Stadionuna üst tuturlar və biz hazırda Expo mərkəzindəyik. Burada bir çox ölkələrin stendləri var. Eyni zamanda Azərbaycanın da stendi və Azərbaycanın şirkətlərinin, qeyri-hökumət təşkilatlarının da stendi var. Hazırda olduğum stend barədə məlumat vermək istəyirəm. Qlobal Cənub qeyri-hökumət təşkilatının platformasıdır və bir neçə dəqiqədən sonra burada tədbir başlayacaq. Afrika ölkələrindən bura nümayəndələr gəlib və deyərdim ki, ən mühüm məsələlər də məhz elə demək olar ki, bir neçə dəqiqə sonra bax bu stenddə müzakirə olunacaq və yanımda qonağım var. O Zambiyadan gəlib, qeyri-hökumət təşkilatının nümayəndəsidir. İstərdim ki, suallarımızı məhz qonağımız cavablandırsın. Diamixon Mamulando. Welcome to Azerbaijan. Is it your first time in Azerbaijan or? Thank you so much. This is my second time in Azerbaijan. I was here last year. Yes, this is my second time. I have to translate, please. Bəli, qonağım Zambiyadan olan nümayəndədir və onun adı Diamixon Molandodur. O Zambiyadan gəlib və ona sual ünvanladım ki, bu onun Azərbaycana ilk səfəridir. O isə vurğuladı ki, yox, ötən ildə Azərbaycana gəlib və bu onun Azərbaycana ikinci səfəridir. My first question about the world, and from your perspective, what's the biggest challenge facing your country and all the world? Thank you so much. In my country and Africa, considering that we are a global south countries, we are faced with challenges that are relating to climate and disasters. So the biggest challenge to the global south countries is now climate change and infrastructure planning. Yes. Bəli, ona sual ünvanladım ki, sizin ölkənizdə daxil olmaqla ümumiyyətlə problemlər dünyada nədən ibarətdir? O vurğuladı ki, onun ölkəsi Zambiyadır və Zambiyada daxil olmaqla Afrika ölkələrində böyük iqlim problemləri var və nəticə itibarilə bu yaşama halını o qədər də yaxşı vəziyyətə gətirib çıxarmayıb və müəyyən problemlər var, infrastruktur problemi var və nəticə itibarilə məhz platformada müzakirə olunacaq mövzular sırasında həm də bu dayanır. How can international cooperation help solve these problems? Thank you so much. Azerbaijan has become a world stage where leaders do meet often. As we know that COP29 was here in Azerbaijan, and today we're talking about the WUF 13. That means that Azerbaijan has become a role model even to these countries to learn on how Azerbaijan is conducting the city planning as well as the smart villages. So models like smart villages which are being implemented in Azerbaijan, other leaders like from Zambia and the rest of the global south countries need to come to Azerbaijan and learn how the president Ilham Aliyev is implementing these smart villages. Yes. Thank you so much. And last question, do you have idea about urbanization? I mean, you discuss in this place and with your friends. Yes, as a representative of the Global South NGO Forum, we do have meetings with our colleagues, basically to exchange ideas and notes and to learn from one another. But the takeaway home is that Azerbaijan is playing a very big role. And thank you so much to the people of Azerbaijan for welcoming the world now. They hope to see any UN event coming back again in Baku. Thank you so much. Welcome to Azerbaijan. Nice to meet you. Have a nice day. Thank you. Thank you. Bəli, ona sual ünvanladım ki, daha doğrusu iki son sualı tərcümə edim. Ondan sual ünvanladım ki, necə düşünürsünüz? Ümumiyyətlə, burada müzakirələr də gedir və beynəlxalq təşkilatlar urbanizasiya problemində necə kömək ola bilərlər? O isə vurğuladı ki, Azərbaycanda liderlər samiti keçirildi və Azərbaycan liderləri bir araya topladı. Bu ölkələr arasında həm də Afrikadan olan ölkələr var idi və nəticə itibarilə burada müzakirə olunan məsələlər kifayət qədər vacib məsələlər idi ki, Azərbaycan bu platformanı
planını dünyaya təqdim etdi. Və WUF 13 tədbirdə kifayət qədər vacib problemləri həll edən bir platformaya çevrilib. Burada bir çox ölkələrin nümayəndələri var ki, onlar da müzakirə edirlər və problemləri aradan qaldırma istiqamətində və yaxud da bizim yaşadığımız ölkənin və yaxud da ölkələri daha yaxşı vəziyyətə gətirmək istiqamətində müzakirələr aparırlar. Və son olaraq ona sual verdim ki, bəlkə sizin hansısa bir ideyanız var urbanizasiya ilə bağlı və yaxud da siz dostlarınızla burada qeyri-hökumət təşkilatları bir araya toplanaraq müzakirə etmişsinizmi? O isə vurğuladı ki, bəli, biz gənclər və ümumiyyətlə dostlarımızla və qeyri-hökumət təşkilatları çərçivəsində də bir araya gəlirik. Yeri gəlmişkən tədbir artıq başlayıb və biz burada müzakirələr aparırıq. Müzakirələr əsnasında da ortaya çıxan problemlərin necə həll olunması və yaxud da dünyanın daha yaxşı yaşanıla biləcək bir vəziyyətə gətirilməsi üçün imkanlar axtarırıq və Azərbaycana da bu arada təşəkkür etdi və Azərbaycandakı WUF 13 tədbir görə də Azərbaycana və azərbaycanlılara həm də qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və vurğulayım ki, hazırda biz Qlobal Cənub Qeyri-hökumət Təşkilatı platformasının önündəyik və burada da artıq tədbir öz işinə başlayıb, müzakirələr gedir. Müzakirələrdə Afrika ölkələrinin demək olar ki, əksəriyyəti iştirak edir və biz bilirik ki, urbanizasiya probleminin əsas fokuslanacağı nöqtə də həm də Afrika ölkələridir. İqlim dəyişikliyi fonunda, miqrasiya fonunda və digər problemlər fonunda ortaya çıxan problemlərin həm də həlli istiqamətində də müzakirələr aparılacaq gün ərzində. Bu saata çatdıracağımız informasiyalar bunlardan ibarətdir. Sözü yenidən studiyaya ötürürəm.